Bugün 1 aprel zarafat ve gülüşlerle yadda qalan bir gündür. İnsanlar yaxınlarına kiçik oyunlar qurur, onları aldatmaya çalışırlar. Günün ən maraqlı məqamı isə sonda hər kəsin gülərək zarafat idi deməsidir. Bu cür maraqlı anlar insanların gününü gözəlləşdirir və daha rəngarəng edir. Görək Bakı sakinləri bugün necə keçirirlər? Ha, nə oldu? Ayda kaç yandı? Başqa kart yoxdur. Nə edə bilərik? Ses yok. Necə yəni yox idi? Yoktu da ses yok. Götürməmsən başqa bateriyaya. Bizi dala qayıtmalı bu qədər. Sen gözleysen ben kaydaram. Bayaqdan orada danışıram. O qədər sorğu da getdi boş yerə. Üç zarafatım ben senden evladım. Təşəkkür Bugünün ilk zarafatını mənə operatorumuz Çingiz bəy elədi. Görək Bakı sakinlərini necə aldadıblar. Bugün sizi aldadıblarmı və yaxud da siz kimisə aldatmısınızmı? Hələ xeyr. Xeyr, hələ aldatmayıblar. Ümumiyyətlə sizə ən çox gülməli gələn zarafatlar hansılardır? Uşaqlar valla o qədər zarafat eləyir ki, heç adam yadında da qalmır düzü. Yəni nə deyim valla? Bəs indiyə qədər eşitdiyiniz ən gülməli zarafat nə olub sizcə? İndiyə qədər o da məktəb vaxtında olub. Aprelin biri gəlib deyiblər ki, buraxırlar hamısını, gedin evə. Ona inanıb getmişik. Hə, bu çox sevindirici zarafat olub onda. Gün sonunda yəqin ki, çox təəssüflənmisiniz elədir. Elə həmən təəssüflənmişik. Çünki bizi dala qaytarıblar. Bugün hansı zarafat eləmisiniz? Bugün bir dostum var, onunla böyük bir zarafat eləmişəm, hələ də ayrılmayıb. Elə bilir ki, doğrudur. Hansı zarafat eləmisiniz? Bizimlə bölüşə bilərsiniz? Pul zarafat eləmişəm, güya ki 2000 pul udmuşam, hələ də inanır. Yəqin ki, sizin adınıza da çox sevinir. Bəli, sevinib. Məndən indi pay gözləyir, hələ gözləyir. Bəs indi bəzi zarafatlar yumor hissini aşıb da artıq... Şit zarafat. Aha, bu haqda nə fikirləşirsiniz? Ucsuz, çox pis. Çox pis. Zarafatın öz yeri var, çərçivəsi var. Elə zarafat eləməlisiniz ki, xanım, o çərçivədən qırağa çıxmayasınız da. Belə atalarımın sözü var, nə şiş yansın, nə kebab. Şit zarafat olmaz. Çünki çox zarafatların axırı biraz faciəvi qutarır. Ona görə zarafatı miqdarında eləyəndə yaxşı olur, miqdarında. Kimisə aldatmısınızmı bugün? Yok, bugüne kadar aldattım. Daha henüz arkadaşlarımı görmemişim. Görürsem aldatırım inşallah. Bugün kimisə aldatmısınızmı? Mən heç kimi aldatmışam, amma məni aldadıblar. Hansı zarafat eləyiblər sizə? Dedilər ki, ayaqqabın kirlidir, təmizlə. Mən də ayaqqabıma baxdım, dedi ki, 1 apreldir, 1 apreldir. Dedim, sağ ol canım. Bugün sizə zarafat ediblərmi və yaxud da siz kimisə aldatmısınızmı? Məni etməyiblər, amma mən zarafat eləmişəm. Hansı zarafat eləmisiniz? Eləmişəm, deyirəm, vay saçıma nə olub sənin? Saçıma nə olub? O da belə eləyir. Nə olub saçıma? Nə olub? Dedim özümə gəl, yenə heç nə olmayıb. Bəs indiyə qədər eşitdiyiniz ən maraqlı, sizi təəccübləndirən zarafat nə olub və yaxud da sizin elədiyiniz? Mən eləmişəm, amma mən eləməyiblər. Mən təəccüblənməmişəm. Mən bilirəm ki, 1 apreldə heç kimi aldatmaq olmur. Bəs indiyə qədər elədiyiniz ən heyrətləndirici zarafat nə olub? Valla olub, olub. Deyirəm, böyründə ilan gəzir. Hanı ilan? Yerində tullanıb baxıb deyir, ay səni görüm dalımcan qaçıb bax belə. Olub, ciddi olub belənçin, amma qorx. Hamısı 1 aprel zarafatı olunub və yaxud da bugün siz kimisə aldatmısınızmı? Əslində bugün evdən hazırlığa çıxmışdım ki, kimlədirsə inanmayacaq. Amma evdən çıxan kimi hə olundu. Ay klassik başında böcək var, saçında bu var. Amma özüm eləməmişəm bugün. Eləyə bilərsənmi kimisə? Dostlarından, yaxınlarından. Kollecdən hə qrup yoldaşım eləyə bilərəm. Alo. Jalə, hardasan? Ay Jalə, bir şey deyəcəm. Sadət müəllim yazıb bayaq, sənə çaşıb qayıb yazıb ha. Kim? Sadət müəllim sənə qayıb yazıb. Niyə? Dedi, çaşıb 3 dənə uşağın adını demişdi. Bilmirəm sənə demişəm, deməmişəm, amma sənə qayıb qoyub. Mən onda limite tutuyorum. O dersinden elə şey olar. Bilmirəm axı, bax bəlkə sarıya düşmüsən uje. Liste dəftərin bu sıkıntı sizdə qayıdım. Onda mən Təranə xanıma deyim, mən sildirsin. Çünki limite düşürəm onda mən. Onda sən gəlinizdəsənsə, mən hələ buradayam, metroya da düşməsin. Sən Nərmanova gəl bir gedək. Gəlirəm Nərmanova, onda gedək, mən gedirəm onda. Mən limite düşürəm demək. Onda mən istəsə
oldu? Mən niyə qayıb yazıldı? Yaxşı, narahat olma. Gəl buradayam. Birinci çıxışdayam. Yaxşı, gəlirəm. 2 dəqiqə oradayım. Yaxşı. Alo. Jalə, 1 aprel. Bugün kiməsə zarafat etmisənmi və yaxud da sənə zarafat ediblər? Xeyr, hələ ki yox. Bəs səni indiyə kimi güldürən, ən çox heyrətləndirən zarafat nə olub? Bilən uşaqlar da yalan danışırlar. Gah orada quş var, gah nə bilim belə uşaq zarafatları. İndi çox da yoxdur tələbə olandan sonra mən. Amma uşaqlıqda olardı maraqlı zarafatlar. Bəs özün ən çox hansı maraqlı zarafat eləmisən? Mən çox da zarafatçı deyiləm deyəsən. Bəs indi bəzi zarafatlar həddini aşır da, məsələn üçün yumordan artıq çıxır. Bu haqqda nə fikirləşirsən? Mən elə zarafatları sevmirəm düzü. Amma yumorda qalsa olar. Amma daha artıq şeylər xeyr. 1 aprel zarafat günü ilə bağlı sən kiməsə zarafat eləmisən və yaxud da bugün sənə zarafat olunub? Yox, xeyr, olunmuyor. Və yaxud da mənim elə bir ideyam yoxdur. Kiməsə eləyəm. Ümumiyyətlə indiyə qədər sənin elədiyin və yaxud da sənə olunan ən maraqlı, ən səni həqiqətən inandıran zarafat nə olub? Mənim hörümçəyə qarşı fobiyam var. Hər il eyni zarafat eləyirlər. Mən hər ildə inanıram. Bəs indiki zarafatlar bəzilər artıq yumor hissini aşıb, daha təhlükəli bir hal alıb. Bu haqqda nə fikirləşirsən? Məncə hər şeyin bir çizgisi var. Adı üstünə zarafat da, yəni gülmək üçün etdiyimiz bir şeydir. Nəyə görə kiminsə xəttinə dəyək və yaxud da kimisə incidək. Bu artıq zarafat deyil, açığı. Bir nəfər zarafat edib məndə səhər-səhər. Hansı zarafat eləyir? Zəfir ki, sənə gözləyirəm, gəlmişəm yoxdur. Allatdı məni. Xanım, bugün sizi aldadan olubmu və yaxud da siz kimsə aldatmısınızmı? Xeyr. Bəs bu haqqda nə düşünürsünüz? Daha öncə sizə təəccübləndirən hər hansısa zarafat olunubmu sizə? Olub, indi necə də məktəb illərində, institut illərində təbii ki olub. Sən var, deyə bilərsən. Bu dəqiqə nənəmlə zarafat eləyirdim. Deyirdi, nə edeyim? Dedim ki, mən də saqqız alım, çeynəyim. Bəs indi bəzi zarafatlar yumor hissini aşıb, artıq daha qorxuducu hal alıb və yaxud da daha təhlükəli hal alıb. Nə fikirləşirsiniz bu haqqda? İndiki yumorlara daha çox əsəbləşir adam. Hardasa görürsüz ki, indi məsələn elə verilişlər var ki, bu komediyxanadır zətdə. Onlara baxanda adam gülür, ancaq ki çox hallarda mən əsəbləşəm. Mənim çox zarafatla aram yoxdur. Neçə son illərdə eləmirəm. Yəni bizim uşaqlıq, gənclik illərindən fərqli olaraq indi zarafatın olunması özü də bir xəta baş verə biləcək. Yəni o qədər insanlar həssas, belə deyək ki, incələşib, kövrəkləşib ki, adam neysə hansısa bir yalandan hadisənin olması, söhbət hələ bəd məsələləri demirəm, sevinç hissini deyəsən, sonra da üstünə deyəsən yalandır, o ona elə pis psixoloji təsir edir ki, ona görə ki, eləmirəm mən.